Bu əlamətlərin hansı sizdə var? Polikistoz yumurtalıq sindromu haqqında eşitmisinizmi? Ola bilər ki, sizdə də var, amma hələ bilmirsiniz. Bəzən illərlə davam edən aybaşı gecikmələri, üzdə sızanaqlar, artıq çəki. Bəli, bu sadəcə kosmetik problem deyil. Bu polikistik yumurtalıq sindromu ola bilər. Əgər aybaşı nizamsızdırsa, hər dəfə hamilə qalmaq çətinləşirsə, bədəniniz sizə siqnal göndərir. Polikistik yumurtalıq sindromu diaqnozu yalnız UZI ilə qoyulmur. Klinik əlamətlər, UZI nəticələri və hormon analizləri ilə birlikdə qiymətləndirilir. Müalicədə nələr var? Dərmanlar, həyat tərzi dəyişikliyi və xüsusi diet yanaşması. Çünki bəzən sadəcə 5-10% arıqlamaq belə hormonal balansı bərpa edə bilir. Ultrasəsdə yumurtaqlarınızda çoxsaylı kiçik kistlər görünürsə, bu təsadüf deyil. Amma qorxmayın. Bu problemin müalicəsi var. Dərmanla, həyat tərzini dəyişməklə, bəzən sadəcə düzgün diyetlə çəki itirmək belə qadının hormonal sistemini tam dəyişə bilir. Polikistozu olan qadın ana ola bilməz deyənlərə isə inanmayın. Doğru müalicə ilə minlərlə qadın hamilə qalır və sağlam uşaq dünyaya gətirir. Vaxtında nəzarətə götürülməmiş polikistoz gələcəkdə diabet, ürək xəstəlikləri və sonsuzluq riski yaradır. Odur ki, əziz xanımlar, özünüzə sual verin.